44 günlük Vətən müharibəsi xalqımızın yaddaşında qəhrəmanlıq səhifəsi kimi iz qoymaqla ölkəmizin adını hərb tarixinin qürurlu zirvəsinə ucaltdı. Döyüş meydanında darmadağın edilən düşmənin özü haqqında uzun illər yaratdığı miflər, onun xülyaları bu məğlubiyyəti ilə birgə çökdü. İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərən şəxslərdən biri Vətən müharibəsi əlili, əskər Yarməmmədov Əli Sakitoğludur. Əli Yarməmmədov 10 noyabr 1989-cu ildə Cəlilabad rayonunun Günəşli kəndində anadan olub. Orta təhsilini 2 nömrəli Günəşli kənd məktəbində alan Əli Yarməmmədov 2007-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olub. Ali təhsil müəssisəsini bitirdikdən sonra Əli Yarməmmədov həqiqi hərbi xidmətə yollanıb. Əli Yarməmmədov hərbi xidmətini en sayılı tank taborunda keçirib. O, hərbi xidməti bitirdikdən sonra 2020-ci ildə Cənab Ali Baş Komandan İlham Əliyevin qismən səfərbərlik haqqında sərəncamı ilə ehtiyatdan ordu sıralarına çağırılıb. O, 27 sentyabr 2020-ci ildə başlanan 2-ci Qarabağ müharibəsində Tərtər-Ağdərə istiqamətində aparılan döyüş əməliyyatlarında tank taborunun tərkibində heyət nəfəri kimi iştirak edib. Əli Yarməmmədov 30 sentyabrda düşmənin növbəti hücumunun dəf edilməsi zamanı partlayış nəticəsində ağır dərəcədə açıq kəllə beyin travması və qəlpələrlə törədilmiş zədələr və yanıq xəsarəti alıb. İlkin tibbi yardımdan sonra Ağdamın Sarıcalı hospitalına təxliyə olunub. Aldığı xəsarətlər ağır olduğundan daha sonra o Respublika Neyrocərrahiyyə xəstəxanasına köçürülüb. 2-ci dərəcə əlilliklə təmin olunub. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Ağdamın azad olunmasına görə, hərbi xidmətlərə görə medalları ilə təltif edilib. Həmçinin Azərbaycan Respublikası Baş naziri Əli Əsədov tərəfindən Vətən müharibəsi iştirakçısı medalı ilə təltif edilib. Ailəlidir, 2 övladı var.